qoydum bağçaya. Bugün mənim ad günümdür bu arada. Gedirəm indi dostlarımızla səhər yeməyinə. Bugün səhər Məryəmi İslamla bərabər gətirdik. İslamla mənə göstərir. Başa düşmədi mi? Mikrofonsuz danışa bilmirsən. Xeyr, mən mikrofonsuz danışıram. Pis öyrəndin ha. Ulduz xəstəliyinə tutulmusan. Mikrofonda sesim daha təmiz. 1 milyon izləyicimiz bizdən küsəcək ki, İslamın səsi təmiz gəlmədi. Bəli, mənim fanatlarım mənə kommentdə yazırlar ki, İslam xahiş edirəm mikrofonla danış. Görsən kimdə fanatlar. Gözə görünməyəndə. Sabahın xeyir, necəsən? Yaxşı. Necə güzel. Sabahın xeyir, necəsən İslam? Sağ ol, yaxşı, sən necəsən? Mən zəhmət olmasa hər zaman nəzərə al, mənim profilim solda. Hə, yaxşı. Burada yaxşıdır da. Canım. Hə, dəyməzlər. Səhər yeməyindən sonra qərara gəldik ki, gedək biraz molda paltalara baxaq. Hava çox belə qonaqdır. Görən mikrofonu taxardım, nəysə eyb yox. Olsun, o içəridə. Molda taxarıq. Molda bir dənə mikrofon götürürük, düşürük onun. Burada çox qəşəng mallar var. İslamlı koftası burdandır. İslam'a aldım ad günündə, bunu çox bəyəndi. İndi gəlib başqa mallara baxmağa. Sadə tişörtdür də, prosta materialı yaxşıdır bunların. Çox bir şey qaldı. Sən nə deyirsən? Bu da mənim Qızılı sevirəm bunu. Sən ağ dərlisən də yəni. Bu aksesuar kimi taxta, yəni gün açıqsı deyil bu. Bu konkret yəni gün açıqsın. Çox xoşuma. Amma mənim özümünki var. Hot chocolate. Made with Lindt chocolate. Və səndən içmişəm. Ona görə həmişə sənə tapıram. Çox tatlıdır. Axşama qonaqlarımız var. Gəlmişik ACB-yə. Bir çox insanların sevimli yeri, içki mağazini. Bəli. Mehribançılığın sayılımı için həmişə mehriban ola. Yəni nə pis olubsa da Allah şeytanı ələt eləsin. Əsas odur mehribançılıq ola. Yəni başa deyirəm. Sağ olun. Bir də ki ad günüm var. Biz hazırlaşdıq, gidirik ad günü partisinə. Bəli, bu ilə Əminə xanımın ad günüdür. Hə. Biz hazırıq. Məryəm. Cheers de. Hi. Həlləklə də elə. Ağzına alma onu. Brajok. Evdən çıxanda həmişə nəsə götürməlidir də bu qız da. Güllərin gəldi. Hə, güllərim gəldi. Qonaqlarımız da yavaş-yavaş gəldi. Əminə xanım, sizi təbrik edirəm. Böyük qız olasınız. Həmişə belə məclislərdə. Mənim toyumda inşallah. Tahir də subaydır. Bu videoda baxanlar, bilənlər, görənlər, qardaşımızı bəyənənlər kommentə yaza bilərlər. Yetişmişik də, mən elə biləm ki, az. Amma insanlar biləcək ki, mən reklama Bu çəkilişdə mənə kömək elədiyinə görə Tahir sənə ayrı bir minnətdaram. Təşəkkürlər. Sağ ol, dəyməz. Çox. Bu məclisin bugünkü aparıcısı.
İsmail abi. Murad abi bağışla. İsmail abi, Murad abi nə deyə bilərsiniz? Bir dənə xahiş. Təbrik edirəm. Həmişə ailəsindən bir yerdə gözəl günlər yaşasın. Xoşbəxt ömür sürsün. Sağ olun. Bu gün təbrik edirik. O gün olsun inşallah. Sən balavun toyuna yığışaq. Ürəyində nə xoş arzular varsa, hamısına çatasan. Əminə xalanın ad günü. Əminə xalanın ad günü. Nə demək istəyirsən? Ad günü təbrik edirəm. Hə, nə gözəl, nə gözəl. Ad günü təbrik edirsən. Hə, sağ ol. Başqa nə? Başqa heç nə bilmirsən? Şeir bilirsən? Şeir. Şeir də bilmirsən? Fəxriyə xanım. Deməli bu gün mikrofon veriblər mənə. Əminə xanım haqqında nə deyə bilərsiniz? Bir ana öz övladı haqqında nə deyə bilər? Onu çox sevirəm, onu təbrik edirəm. Onu hər bir işində uğurlar. Mən onu doğrudan da çox sevirəm. Bunu deyə bilərəm, qısa və konkret bir dənə dediyim ki, biz gəlin qaynına yox, biz rəfiqəyik. Elə qonaqlarımız gəlir. Hanı qonaqlar? Demək bizim başqa qonaqlarımız Torontoda çox məşhur bir insan. Rüfət. Nədir? Bir daha xahiş edirəm. Rüfət, bir daha xahiş edirəm. Təbriklər. Yox, bir dəqiqə gözlə də elənsi yox, elə yox. Deməli Əminə xanım YouTube-a video çəkir. Bu günlərdə Əminə xanımın ad gündür. Xahiş edirəm ürək sözlərinizi deyin. Uzun ömür, can sağlığı arzu edirəm. Həmişə belə gözəl, təbii olsun. Sağ ol. Bakı şəhərinin ən məşhur blogeri, Instagram səhifəsində 90 min abunəsi olan Günel xanımın ürək sözlərini xahiş edirəm. Buyurun. Təşəkkür edirəm. Əminəni qısa müddət ərzində tanısam da, həqiqətən mənim üçün çox əzizdir. Çünki Əminə ilə hər dəfə görüşəndə bunu vurğulayıram ki, Əminə o qədər xarakterlərimiz üst-üstə düşür ki, özümü onun yanında çox rahat və onun səmiyyətinə həqiqətən güvənirəm deyə özümü onun yanında çox rahat hiss edirəm və sevinirəm ki, bu yaş günündə artıq mən də buradayam. Yeni gəlmişəm Kanadaya, amma çox gözəl dostluqlar əldə etmişəm. Təbrik edirəm səni. Allah canını sağ eləsin. Balanla, İslamla bir yerdə xoş günlər görəsən. O gözəl gözlərin, o gözəl üzün ancaq xoşbəxtlikdən və ya sevincdən, yəni gözündən yaş gəlsin. Başqa bir bəd günlər qismət olmasın. Təbrik edirəm. İstəyirik ki, Əminə xanımın həyat yoldaşı İslam Əli. Biz düzdür burada Torontoda İslamı Murad Boz kimi tanıyırıq. Yəni ki, biraz oxşarlığı var. İstəyir bir kəlmə. İslam, sənin də ürək sözləri var. Qocalıb Murad Boz qocalıb. Murad Boz qocalıb. Hə, qoca Murad Boz. Təbrik edirəm. Böyük qız olasan. Xoşbəxt olasan. Ürəyində nə arzun varsa hamısını yerinə yetir inşallah. Və nə yaxşı ki varsan. Ən önəmlisi. Deyə bilərsiniz. Əminəyə ən xoş... Bir də xahiş edirəm, burada təqdimat olmalıdır da. Adı gözəl, özü gözəl. Nərmin xanım da ürək sözlərini xahiş edirəm. Bəli, əlbəttə ki. Buyurun. Okay, düz tutun sonra. Mən tutarım, Sənə dünyada əsas nədir? Can sağlığı. Sənə, bütün yaxınlarına, övladına, həyat yoldaşına, mama, papa, hamıya can sağlığı. Sonra da qadın xoşbəxtliyi. Həmişə sevib seviləsən. Evladının, bundan sonraki dünyaya gələcək evladlarının xeyrini görəsən inşallah. Başqa da özün özünə nə arzulayırsansa onları arzulayıram. Fasilədən sonra digər qonaqlarımızın da xoş sözlərini alaq. Təbrik edirəm səni. Yeni yaşın sənə uğur gətirsin, çoxlu xoşbəxtlik gətirsin. Öpürəm. Qoy Əminə gəlib özü çəkər. Məncə saxla onu. Başlayıb öcə. Yox, əfsunə baxa-baxa danışa bilmərəm. Saxla.
Əminə əzizim, səni çoxlu-çoxlu təbrik edirəm ad günün münasibəti ilə. Yaxşı ki, səni tanımışam. Öpürəm çoxlu-çoxlu. Davam eləyir. Möhtəşəm gecə keçir. Bizim bir iki qonaqlarımız da gəlib. Onları təqdim eləmək istəyirik sizə. Biz yaxınlaşırıq. Bir dəqiqə arkadaşlar, nə sağlasınlar musiqinin. Hörmətli izləyicilər, səhər çox seçki olduğuna görə biz məcbur olduq, sonra çıxdıq. Və bizim burada dünya çempionu, Toronto özünə dünya çempionu. Yox, dünya çempionu yox, aytişnik. Haşəm, dünya çempionu Aydın sadəcə olaraq ilk günü məşqə getdi, 100 zal bağlanıb. Ona görə xahiş edirəm Əmin xanımın adına bağlı. Bəli, təbrik edirəm Əminə xanım. Adınız mübarək olsun. Mənlə məşq yoldaşı olub, o cəhətdən məşqləri sayırdı. Təbrik edirəm, can sağlığı, uzun ömür. Sağ ol, Tahir. Sağ ol, çox sağ ol. Əminəni mən təbrik edirəm. 2 il var mənimlə tanıyıram. Amma ki, çox yaxşı qızdır. Xasiyyətcədən 3 il. Yox, mən 2 il daha yaxın tanıyıram. Söhbət eləməyəm. Bir ildə çox soyuq idi. Bir ildə soyuq idi. Onların 3 ildir tanışıq, 2 ildir mənimlə. Bir ildir soyuq idi. Təbrik edirəm səni. Can sağlığı, uzun ömür. Bir də Samadlanlı dolu cip. Kanadada dolu cip. Burada hər şeydə. Hava da pullanır. Pərinin yanında gözəl. Bizim kosmetologumuzun yanına gedək. Pulumuz çox olsun. Deməli, bizim Toronto'da çox məşhur kosmetologu Pəri xanımdır. Belə sözlər deyərsiniz. Əminə, səni təbrik edirəm. Böyük qız olasan, 100 yaşa, xoşbəxt ol. Bir ömür boyu xoşbəxt ol ailənlə, balanla. Mənim dəyərli müştərilərimdən birisən. Daha demin biri dans ediyordu. Düğün mü abi? Doğum günü. Ha, ben çok sevindim ya. Bir erkek arkadaşımızdan yitirdik aramızdan diye. Rekabet azalıyor abi. Bir de ben sarhoş çıkıyorum yani. Siz de sarhoş olursanız çok seviyorum. Biz bunun qabağında video çəkirik. Budur da, səni almışam da. Biz də bayaqdan da bunun qabağında video çəkirik. Bəyəndin hədiyyəm Əminə? Çox bəyəndim, çox qəşəngdir. Təşəkkür edirəm. Ay, süperdi. Ay, süperdi. Çox qəşəngdir. Bu bir şakaydı.
Sonra gözləyəcək ki, sevgi sosu. Neyse, bugün bizim dostlarımızdan Romina xanım və Mikail bəy iştirak edir. Biz istəyirik ki, Romina xanımdan bir sözlər. Çünki bir sözlər Əminə xanımın ad gündür. Əminə xanımı təbrik edirəm ürəkdən, ona can sağlığı, uzun ömür, ürəyində nə arzu varsa hamı yerinə yetsin. Sağ olun. Çox gözəl günlər yaşasın, hər günü bayram kimi keçsin. Çox sağ ol, çox sağ ol. Rəqqasə ilə oynayıram, amma ki, sonra biləcəm necə alınıb, yaxşı alınıb, pis alınıb, indi Süper aldım, süper. Arkadaşlar kocaman bir alkış lütfen hanımefendi. İyi olduğunuz için size sağ olun, var olun efendim. Peki masanızı siz ne kadar sevdiğini görelim. Biz şimdi bir şarkı söyleyeceğiz. Siz de dansınızı arkadaşınızı ne kadar sevdiğinizi artık gösterirsiniz diye tahmin ediyorum.
Şöyle kocaman alkışlarımızla daha demin gördüğünüz o çok zarif hanımefendinin doğum gününü kutlayacağız. Kocaman alkışlar efendim. İyi ki doğdunuz.